Değerli dostlar, asfalt yolunun üzerinde yerləşən belə bir 15-16 daş kürsü üzərində inşa olmuş 3 otaqlı əla bir həyət evi çəkib göstərirəm. Evin bu tərəfindən də hərəkət etmək mümkündür. Görürsünüz, qapı qoyulub. Asfalt yolun kənarındadır. Baxın, darvazanın ön hissəsində marşrut keçir. 142 nömrəli marşrut 20 yanvar metrosuna hərəkət edir. Masazırda Cantəpədə yerləşir. Cantəpə ərazisi Masazırın Xırdalan dairəsinə ən yaxın olan hissəsi də hündür rütubətsiz əla bir ərazi. Cizəm sahəsini qısaca buradan göstərəcəm. Bura təmizlənəcək. Hündürlüyə baxın değerli dostlar. Görün nə qədər hündür bir ərazidir. Bu hissələrdə təmir edib yaşayış etmək mümkündür. Kombi aparatı burada quraşdırılacaq. Həyətyanı sahəyə də 2-3 maşın sərbəst daxil ola bilər. Qeyd etdiyim kimi darvazanın ön hissəsində də bir maşının yeri var ki, bura aiddir. Traf döşənli bu hissə. Gəlin evin daxilinə sizləri tanış edeyim. Deməli, daxil oluruq evə. Solda yerləşir evin mətbəx sahəsi. Dəyərli dostlar, qaz xətti mətbəxə daxil edilib. 40-40 karkaz beton fundament üzərində inşa olunub. Mərtəbənin yekununda beton kəmər atılıb. Deməli, bura evin zal hissəsidir. Baxın, belə bir zal hissəsi istidilmə radiator vasitəsilə təchiz olunacaq. Televizyon kondisioner xətti çəkilib. Burada belə bir yataq otağı. Bu evin qiyməti təklif olunur 93.000 manatdan. Masazırda Cantəpədə asfalt yolunun üzərində. 2 mərtəbəli evdir. 2 mərtəbəli ev sayılır daha doğrusu. 15-16 daş kürsü üzərindədir. 4 metrlik ilk mərtəbədə tavan hündürlüyü mövcuddur. Evin sənədi kutuça çıxarış tam mülkiyyətdir. Alıcılarla qiymətdə razılaşmaq, danışmaq mümkündür dəyərli dostlar. Evin 20-30 metrliyində məktəbi, bağçası, bütün növ yaşa obyektləri yerləşməkdədir. Həmçinin 20 yanvar hərəkət edən marşrut evin düz qarşısından keçir. Asfalt yolun kənarında da Masazırda Cantəpədə. Əlaqə nömrə 077 744 36 33. Sağ olun, hələlik.